Bismillahirrahmanirrahim. Qadın səbəbsiz yerə ərindən talaq tələb etdiyi zaman və ya əri ciddi bir səbəb olmadığı zaman, zövcəsini boşadığı zaman nələr baş verir? Sən müsəlman kimi yetişəcək, gələcəkdə müsəlman olacaq bir neçə nəfərin müsəlman kimi yox, müşrik kimi, kafir kimi böyüməsinə səbəb olursan. Və bunun hesabını Allah Əzzə və Cəlləyə mütləq verəcəksən. Ona görə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, cənnətin iyini belə duymaz. Çünki boşanan ailələrdəki övladlar fitnə fəsad içərisində böyüyür. Tabeinlər sahabələrin övladları olduğu üçün tabein idilər. Ətbə tabeinlər tabeinlərin övladları olduğu üçün ətbə tabein idilər. Allah və Resulü bu səbəblərlə boşanmanı ciddi şəkildə ən çətin, ən sonuncu ana qədər qarşısını kəsməyə çalışmışdır. Ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allahın ən nifrət etdiyi halal olan əməl boşanmadır. Və bizim zamanımızda təəssüf ki, boşanma elə bir hala çatmışdır ki, müsəlmanlar arasında boşanma elə bir səviyyə çatmışdır ki, sən az qala boşanmış ailələrə təəccüb etmirsən. Sən sabit qalan ailələrə təəccüb edirsən. Bunun səbəbi, ən birinci səbəbi Allah qorxusunun olmamasıdır. Bunun ən birinci səbəbi ərlə zövcə evləndikləri zaman öz haqlarını, bir-birinin haqlarını əzbərləyərlər. Mənim sənin üzərindəki haqlarım budur deyə az qala bu barədə gələn sənədləri, hədisləri sənədi ilə əzbərləyərlər. Ər də zövcəsi üzərində olan haqları sənədi ilə əzbərləyər ki, yeri gəldi gəlmədi ondan istifadə etsin. Amma heç vaxt Allah Əzzə və Cəllənin ailədəki haqqı üzərində heç kəs fikirləşməz. Halbuki Allah Əzzə və Cəllənin haqqı hər şeyin haqqından öncədir. Allah Əzzə və Cəllə Zülcəlal və intiqam sahibidir. Qul Allah Əzzə və Cəllənin haqqını ödəmədiyi zaman başqasından öz haqlarını tələb edərsə, Allah mütləq ondan intiqam alır. Sən boşanan ailələri dinlədiyin zaman, yəni təcrübələrindən deyirəm, heç vaxt rast gəlməzsən ki, zövcə ərindən şikayət etsin ki, mənim ərim Allahın haqlarını ödəmirdi, mənim ərim asilik edirdi, mənim ərim sübh namazına qalxmırdı, mənim ərim işa namazını qılmadan yatırdı, falan sünnəyə əməl etmirdi. Bunu eşitməzsən. Eşidərsən ki, mənim zövcəm, mənim ərim mənim haqlarını ödəmir, mənə qarşı belə edir, mənə qarşı elə edir. Eyni şeydə ərdən eşidərsən. Heç vaxt deməz ki, mənim zövcəm Allahın haqlarını ödəmirdi. Mənim zövcəm Allah Əzzə və Cəlləyə asi olurdu, namazlara qalxmırdı. Eşidərsən ki, mənə itaət etmirdi. Mənim dediklərimi, mənim əmrlərimi yerinə yetirmirdi. Mənim əmrlərimə qarşı çıxırdı. Bəs sən səhərdən axşama kimi Allah Əzzə və Cəlləyə asi olduğun zaman, Allah Əzzə və Cəllənin əmrlərini pozduğun zaman fikirləşmirsənmi ki, Allah Əzzə və Cəllə sənin ailən vasitəsilə səndən intiqam alacaq. Tabeinlərdən biri buyurur ki, mən nə zaman Allah Əzzə və Cəlləyə asi oldumsa, bunun təsirini ailəmdə gördüm. Belə ki, hətta köləm mənə asi olurdu, zövcəm mənə qarşı çıxırdı, miniyim belə məni minməyə qoymurdu. Allaha asi olmağımın cəzasını aləmdə görürdüm. Ona görə əgər ərlə arvad ən birinci ailədə Allahın haqqını görəsələr, Allahın haqqına önəm versələr, Allah Əzzə və Cəllə də bu ailəyə bərəkət verəcək. Qadınlar daima ərlərinin dini üzərində olur, ərlərinə itaət edir. Ərləri Allaha nə qədər itaətkar olursa, zövcə də o qədər itaətkar olur. Ər ailəyə nə qədər asi olarsa, Allaha nə qədər asi olarsa, zövcə də o qədər asi olar. Sən bir həftə sübh namazına durma, ikinci həftə görəcəksən ki, zövcən də sübh namazına durmur. Bu, Allah Əzzə və Cəllənin sünnəsidir. Allah Əzzə və Cəlləyə asi olduğun zaman Allah intiqam sahibidir. Bu, ən böyük səbəblərdəndir. Allahın haqqı hər şeyin önündədir. Əksinə isə müsəlman ailələrində sən hətta Allahın haqqını xatırladığın zaman, dediyin zaman ki, burada sən haqsızsan,
burada Allah'ın hakkı budur. Bu ailədə ya ər haqlıdır, ya zövcə qadın haqlıdır, sənə qarşı çıxır. Əlini stola vurur ki, mənim dediyim olmalıdır. Bu müsəlman ailəsi deyil. Allah Azze ve Celle Hucurat surasında buyuruyor ki, Ya eyyühəllezine amenu, la terfa'u asvatakum fawqa savtin nebi. Ey iman gətirənlər, səsinizi Allah Resulünün səsindən yüksəyə qaldırmayın. Adicə bir əməl. Səsinizi Allah Resulünün səsindən ucaya qaldırmayın. Bəs qaldırsan nə olacaq? Allah Resulünün səsindən möhkəm danışsan nə olacaq? Allah Azze ve Celle buyurur ki, əməlləriniz boşa çıxar və siz heç bunun fərqində də olmasınız. Kimlər də əməlləri boşa çıxan? Kafirlər. Ulaikə habtədə əməluhum. Onlar əməlləri boşa çıxan kəslərdir. Sən qorx ki, təsəvvür elə ki, elə bir hala düşə bilərsən, xəbərin olmaz, səni Allahın hökmünü xatırladarlar, sən öz inadınla, öz cahiliyə düşüncənlə ona qarşı çıxarsan, bütün əməllərin puça çıxar. Və təəccüblüsü budur ki, biz daima Allah Azze ve Celle'nin hökmü haqqında danışırıq. Allahın hökmü ilə hökm verməyənlər kafirdirlər. Biz bunu danışırıq, bunu istəyirik, bunu tələb edirik, amma zənn edirik ki, bu ancaq hakimlərə aiddir. Elə deyil. Ayədə və mən, ümum gəldi, mən ümum ifadə edir. Hər bir kəsə aiddir. Kim öz ailəsində Allah Azze ve Celle'nin hökmünü ləğv edib, Allahın hökmü olduğu halda onu qəbul etməyib, başqa hökmə, öz nəfsinə başvurarsa, o da bu ayənin müxatabıdır. Amma insan bunun fərqində deyil. Ona görə müsəlmanlar belə şeyə diqqət etməlidir. Ailənin sabit qalması üçün ən birinci Allahın haqları, sonra ərlə arvadın haqqıdır. İkinci səbəb, müsəlmanlara vacibdir ki, evlənən cütlüklərin hallarını xəbər olsun. Səndən bir müsəlman haqqında soruşulduğu zaman, hansı ki o müsəlmana qız verəcəklər, soruşulduğu zaman sənə vacibdir ki, onun bir eybini bilirsənsə onu gizlətməyəsən. Bəzən görürsən ki, müsəlmanlardan soruşursan, falan kəs necə bir adamdır, falan kəsə qız vermək olarmı? Öz müsəlman qardaşı olduğu üçün, tövhid əhli olduğu üçün gizləyir, demir, onun eyblərini demir. Demir ki, olmaz, o ailə saxlayan deyil, o ikidə bir ailəsini boşayandır, talaq verəndir, bunları demir, gizləyir. Halbuki bu deyilməlidir. Bu Allah Resulü sallallahu aleyhi ve sellemin sünnəsidir. Fatimə bint Qeys radiyallahu anhə, Allah Resulü sallallahu aleyhi ve sellemin yanına gələrək deyir ki, ey Allah Resulü, məni həm Muaviyyə, həm də Amr bin As radiyallahu anhu istəyir. Onlardan hansı ilə evlənim? Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Muaviyyə xəsis biridir. Sənə pul xərcləməyəcək, xəsisdir. Amr bin As isə çomağı çiynindən yerə qoyan deyil. Yəni arvad döyəndir, bizim dilimizdə desək. Sən başqa birisi ilə, filan kəslə evlən. Allah Resulü sallallahu aleyhi ve sellem öz sahabə yoldaşlarının eybini dedi, açdı dedi. Nə üçün? Çünki bu ailənin sabit qalması, bu ailənin dağılmaması bir müsəlmanın eybinin açılmasından daha əzəmətlidir. Şərt deyil ki, həmin müsəlmanın hər yerdə çıxıb eybini danışasan. Xeyr, bu belə olmamalıdır. Səndən o haqda, ona ticarət haqqında, evlilik haqqında soruşanda sənə vacibdir ki, deyəsən, gizləməyəsən. Allah Resulü sallallahu aleyhi ve sellem demədi tövhid əhlinə, demədi dinini gördüyünüz, dinini bəyəndiyiniz kəs sizə gəldikdə ona qız verin. Dedi ki, dinini və əxlaqını bəyəndiyiniz, ikisini bir yerə cəm etdi. Yəni evlilik üçün demək ki, tək din kifayət deyil, tək tövhid kifayət deyil, həmçinin əxlaq vacibdir. Bu müsəlmanların bugün tərk etdiyi sünnətdir. Üçüncü ciddi bir səbəb, səbir. Şübhəsiz ki, istənilən bir ailədə ərlə qadın arasında söz, söhbət, fitnə olur. Bunun yeganə çıxış yolu, ən gözəl çıxış yolu məsələni səbirlə yoluna qoymaqdır. Qəzəbli başda verilən bütün hökmlər fitnədir. Allah Resulü sallallahu aleyhi ve sellemin həyatı bunun üçün bizə örnəkdir. Allah Resulü sallallahu aleyhi ve sellem heç vaxt heç bir zövcəsini boşamadı. Çünki boşamaq elə ağır bir əməldir ki, istəmədi ki, Allah Resulü belə bir sünnət qoyub getsin. Heç kəs deməsin ki, boşamaq Allah Resulundan da qalıb. Sünnətdir, mən də boşayıram, heç kəs belə bir şey deməsin deyə. Çünki boşanmanın fitnə fəsadı çox dəhşətli olur. İslam üçün, İslam dini üçün çox ağır olur.